etdiyimiz duaların, qıldığımız namazların, tuttuğumuz orucların dərgah-ı ilahidə dərəcə qəbuluna sələvat şəkədə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Allahümme ceal sa'yi fihi meşkura ve zenbi fihi mağfura ve ameli fihi makbula ve aybi fihi mastura. Ya esma'es sami'in, amin, ya Rabbel alemin. Allah'ın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, istər ölkəmizin dilbər güşələrindən, istər ölkə hüdudlarından kənarda olan hər kəsə Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, tuttuğumuz orucları, qəlbimizin dərinliyindən dilimizdə ifadə etdiyimiz bütün hacət və mətləbləri rəva eləsin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, artıq mübarək Ramazan ayının 26-cı sübhünə, 26-cı səhərinə gəlib çatdıq. Artıq gecələri ilin bütün gecələrindən, günüzləri ilin bütün günüzlərindən və an dəqiqəsi ilin bütün an və dəqiqəsindən fəzilətli olan, üstün olan bir ay bitmək üzrədir. Bir ayla sağollaşmaq, vidalaşmaq üzrəyik. Yəqin ki, həyatda bu deyəcəyim bir bənzətmə ilə bu sözümü tam ifadə edə bilim deyə bir misal çəkəcəm. Allah bütün əsgər balalarımızı qorusun, sağ-salamat onların evinə dönməsini, qayıtmasını öz qüdrəti ilə o günü atalarına, analarına, doğmalarına yaşasın inşallah. Görürsən, övlad əsgərlikdə olanda, indi bir illik olanda 6 aydan bir, orta təhsillə hərbi xidmətə qatılıbsa, 1 il 6 aydan sonra təxris olur deyə 9 aydan, yəni bir illik olanda 6 aydan bir məzuniyyətdir, ona düşəni və bir yarım olanda 9 aydan bir evə valideynlərini və s. görməyə. Təbii ki, övladı hər zaman görmək sevinclidir. Amma ilk ki, hərbi geyimdə həmə ata-ana üçün qürur vericidir, başucalığıdır. Onu ilk elə qapıdan içəri girəndə və yaxud da haradasa qarşılayır ki, oradan götürüb evə gətirə, bir Allahı cür sevinci olur, bir başqa cür. Yəni, hətta göz yaşlarına hakim ola bilmir, sevincindən ağlayır. Biruzə verməsə də, gizlətməyə çalışsa da, bəzən görürsən ki, duyğusal olanda heç gizlətmir də, elə öz iç dünyasını rahatlıqla biruzə verir. O 10 günlük məsələn deyək gəlib, ilk gün ayrı, ikinci, üçüncü gün və s. o evdədir deyə, o qədər o günlərin fərqinə var. Amma elə ki, aparır onu yola salmağa, yenə təzədən o övladına ayrılır. Mübarək Ramazan ayının gəlişini səbirsizliklə gözləyirik. Gəlsə belə namaz qılacam, gəlsə məscidə gedəcəm, hay belə. Başlanğıcda bir gün, 2 gün, görsən ortada biraz yenə köhnə hamam,
köhnə tərs. Amma sonra təzdən o ki hiss edirsən bir neçə gün qalıb da bu əlindən çıxır, bu fəzilətdə bir də məlumdur, ömürdən vəfa qılar, görəsən, görməyəsən, axıra yaxın yenə insan bir təzədən enerji toplayır ki, bu gedir də, çıxır. Yəni, ona görə əvvəlində də şövqülü, ortasında da, axırında da o şövqlə olan xoş halına, o mənəvi halı dəyişməyənin səbat halı deyirlər, o sabitliklə onu davam etdirənin xoş halına. Amma indi ortada bir boşluq olubsa, fasilə yaranıbsa, bu qalan bu 3 günümüzü 26-dır, 29 olsa 3 gün qalıb, 30 olsa 4 günümüz qalıb. Bu 3-4 gün belə deyək də, hələ də möhlətdir, hələ də fürsətdir, çalışağın bunu dəyərləndirək, çalışağın bunu qiymətləndirək. Çünki doğrudan da neymət insanın əlindən çıxandan sonra insan başlayır ona çox dəyər qiymət verməyə. Bugünümüzün duası da çox düşündürücü bir neçə dua ilə, neçə cümlə ilə keçir. Elə bir ifadə ilə Allahümmə cəal sə'i fihi məşkura. İlahi, bugün mənim səyimi bəyənmiş qərar ver. Səy, məsələn, çalışma, gördüyün bütün işlər, yəni gün boyu nə iş görürsənsə, deyirsən Allah, mən nə iş görürəmsə, bu gördüyüm işləri bəyənilmiş işlərdən elə. Yəni, elə bir işi görüm ki, onu sən nə edirsən, bəyənirsən, sənin xoşuna gedən iş olsun, sən bəyənən iş olsun. وَزَنْبِ فِيهِمْ مَغْفُورًا. Allah, bugün mənim günahlarımı bağışlanmış qərar verir. Yəni, nə günahım olsa, məni bağışla, mənim xəta və nöqsanlarımdan keç. وَعِيبِ وَعَمَلِ فِيهِمْ مَقْبُولًا. Allah, bugün mənim etdiyim əməli məndən qəbul elə. Sən o varlıqsan ki, azın qarşılığında çox verərsən. Məsələn, insan xarakterində görürsən, bəzən adətən çoxun qarşılığında az verir. Görürsən, qarşı tərəf narazı qalır, bəzən danışdığını vermir, heç sövdələşdiklərini həyata keçirmir. Amma Allah o varlıqdır ki, ya mən yəqbəlül yəsirəm. Ey, o varlıq ki, azı qəbul edir, amma yu'til kəsir, qarşılığında insana çox savab verir, çox fəzilət verir. Deyir, Allah, mənim bu az əməlimi məndən qəbul elə. Və eybi fihi mastura. Allah, mən demirəm eybim, nöqsanım yoxdur. Allah, mənim eyblərim var. Amma mənim eybimi açıb, məni ifşa edib, məni rüsva eləmə. Mən eyblərimi də, nöqsanlarımı da başa düşüb, səndən istəyirəm ki, Allah, eyb və nöqsanımı gizlət, aşkarlama, insanlara ifşa eləmə. Ya əsmə-əs-sami'in, ey eşidənlərin ən gözəl eşidəni. Yəni, birin sağıra bilərsən, səsləyə bilərsən, o sənə cavab verməyə bilər və yaxud da ki, verəndə başqa bir cür cavab verə bilər. Amma Allah yeganə Allahdır ki, eyni vaxtda onu nə dildə, məkanından asılı olmaraq çağıranda, nəsə istəyəndə o istək sahiblərinin fikirləri, müxtəlif istəkləri Allahın nəuzubillah, nəstəciribillah çaşqınlığına və istəkləri qarışdırmasına səbəb olmur. Məsələn, biri danışır, biri də oradan danışanda, biri də oradan görsən adam deyir, bir danışın. Bir danışın, görüm, nə deyirsiniz? Amma təsəvvür elə, eyni vaxtda
azan zamanı, namaz vaxtı müxtəlif dillər yer kürəsinin də yüzlər, minlər, milyonlar insanlar deyir, qaçan da Allahı çağırır, qovan da. Qaçan dua edir ki, mənə çatmasın, qovan dua edir ki, neyniyim? Çatım tutum onu. Yəni, bütün bu eşidənlərin içərisində ən gözəl eşidəni odur, o varlıqdır. Deməli, bugünün duasında möhtərəm cəmaatımız, insan artıq Allaha təslimiyyəti etiraf edir və onun riza məqamına, yəni qəza və qədərinə təslim olan hala gəlmək istəyir. Baxın, bəzi insanların dilində şükrü var, şükranı neymətdir, şükür edir, amma müsibət anında dərhalda asi bəndə olur, üsyanı da var. Sən elə ki, işlər yolunda gedir, bir dualar eləyir, adamın ağzına çıxar, mətəlsin ki, bu sözlər yəni bundan çıxır. Elə ki, biraz iş əyri getdi, tərs getdi, Allah və mən ki, namaz qıldım. Filan kəs namaz qılmır, onun işi yağ kimi gedir. Və mən heç filan kəsin məsələn də heç kimin toğuna daş atmıram. Niyə mən işim belə gedir? Niyə sıxıntılar? Namazım yerində. Elə bil ki, Allahla meydanda üz-üzə ki, elə bil bu elədiklərinin haqq hesabı. Amma o namaz, o oruca gələndə baxırsan ki, namazda o ki, kəlmə var, İyyəkə na'budu və İyyəkə nəstəin. Biz Allah sənə ibadət edirik və səndən yardım kömək diləyirik. Baxırsan ki, bəzilərinin nəuzbillah, nəstəcürbillah, namazda Allahdan başqa hər şey yadına düşür. Nə bilim, nə əyrəskiyi varsa, bazarlığını da orada eləyir, alış-verişini də orada eləyir, nə borcunu da, ondan o, nə verəcəyini, çatdıracağını. Mənləndir, fikirləşir məsələn də bunu hara qoyur, tapa bilmir. Elə namaz üstündə axtarışa verir, orada da tapır. Yəni, bilir ki, hara qoyur. Sonra da gəlir, deyir ki, Allah, və mən filan kəs heç bunu eləmir. Qardaşım, əzizim, birincisi, bu ibadət itaətdə Allahı biz buna layiq bilib etməliyik. Bunu nə cənnətin qarşısında satın alma kimi, nə cəhənnəmin qorxusundan. O riza məqamı odur ki, İmam Əli əleyhissalam buyurur ki, İlahi, ma əbəddükə şəvqən li cənnətik və la xovfən li narik, bəl vəcəddükə əhlən lil əbadə. Allah, mənim sənə ibadətim nə cənnətə görədir. Yəni, cənnətdə belə bağ olacaq, çay olacaq, istirahət eləyəcəksən. Məsələn, ağacda alma görəcəksən, dərməyə ihtiyac yox, elə istəyəcəksən, əlində olacaq. Deyir, bunlara görə ibadət eləmir. Nə də ki, etməsəm cəhənnəmdə əzab olacaq. İndi eldili deyirlər, yazılarda yoxdur, qarşı tərəfi qorxutmaq üçün qır qazanır, kördür, belə şeylər. Yəni, qorxutmaq üçün istəyirlər tərəfi psixoloji cəhət. Amma yəni söhbət odur ki, etdiklərimizin bir hesab kitabı olacaq. Bu, haqq və divan məsələsi. Deyir Allah, nə cənnətin şövqünə görə, nə də cəhənnəmin qorxusuna görə, bunlara görə sənə ibadət eləmirəm. Bəli vəcəddükə əhləlil əbadə. Mən baxdım, gördüm ki, sən ibadətə layiqsən. Sən o varlıqsan ki, elə mən sənə ibadət etməliyəm. İbadətimlə sənə çox sağ ol deməliyəm. Mənə verdiyim bu can sağlığına görə, bu atama görə, anama görə, ailəmə görə, övladıma görə, qüsursuz dünyaya xəlq etdiyimə görə, büsbütün sahibləndiyim, yiyələndiyim hər bir şeyə görə Allah, mən səni buna layiq bilmişəm. Bu olur ixlaslı və bu olur Allah rızasına çatmaq üçün edilən ibadət. Günümüzün duasında da buyurur, Allahümmə cəal sə'i fiyhi məşkura. Allah, bugün mənim etdiyim işləri məndən bəyənilmiş
şəkildə, yəni razı qaldığın şəkildə qərar ver. Və hətta Quran-ı Kərimdə mübarək Tövbə surəsinin 100-cü ayəsində buyurur ki, radiyallahu anhum və radu an. İnsan bir məqama gəlib çata bilər ki, bir ali məqamı, o zirvəni fəth edə bilər ki, Allah da onlardan razı olar, onlar da Allahdan razı olar. Yəni, dindirirsən insan elə dilində Allah, Allah, şükür eləyir, ancaq elə dua eləyir və s. Deyir, bir hala gəlib çatarlar ki, Allah da onlardan razı qalar, onlar da Allahdan razı qalar. Bu, təslimiyyət məqamıdır. Yəni, insan Allahın qəza və qədərinə razı olar və Allahın hikmətindən sorğu olunmaz deyə onun səbəbini də bilməyəndə, yəni, xeyir olandadır, bir məsləhətdir deyə, belə olub deyə, onu qəbul etsə, rıza məqamına çatar. Və səhərdir, sizin çox vaxtınızı almayayım və bu barədə biz baxmış olsaq, bu elə bir məqamdır ki, dinimizin böyükləri, məzhəbimizin öndərləri, Əhl-i Beyt imamları, Allahın salavat və salamı olsun onlara, məhz onlar da elə bu məqama yüksələn, bu məqamın ən o zirvəsini fəth edən ali insanlardandırlar. Bir nümunə İmam Hüseyin əleyhissalam, Seyyid-ü Şəhəda, şəhidlər sərvəri, Allah bütün şəhidlərimizə rəhmət eləsin. İmam Hüseyin əleyhissalamın bu kəlamını əminəm ki, eşitmişsiniz, amma mövzumuza aid olduğu üçün əl-kəlamı yəcurrul kəlam, sözü çəkər məsəli ilə, misalı ilə İmam Hüseyin əleyhissalam Kərbəla hadisəsinin cərəyan etdiyi zaman məhz Aşura günü tarixin yaddaşına düşəcək kəlamlar söyləyib. O möhtəşəm kəlamlardan Allah razılığını, rıza məqamını əldə etmək üçün bununla da elə bugünkü duanın izahını bitirəcəm imamımızın kəlamı ilə. Deməli, təsəvvür elə 4 qardaşı şəhid olub gözünün önündə. Abbas, Oğun, Cəfər, Fəzil. 2 övladı, Əli Əkbər, Əli Əsqər. Allah şəhid valideynlərinə səbir versin. Doğrudan da övlad ayrılığı ata üçün, ana üçün çox ağırdır. Yəni, atanın, ananın arzusu övladın çiynində məzaristana getməkdir, qəbristana getməkdir. Amma ata öz övladının tabutundan yapışıb məzaristana aparmaq nə qədər ağır olar. Biz şəhidlərdə şahid olduq, analar öz balalarının tabutundan yapışıb qəbristana aparır. O ana üçün nə qədər ağır olar, dərindən onu yaşayan bilər. Biz hələ nəzəri cəhətdən onu səhnəni gözümüzün qabağında canlandıranda bizə ağır olur. İndi gör onu yaşamış olsun nə olar. Təsəvvür elə Əli Əkbər kimi oğlu əlindən gedib. Əşbəhun nası xəlqan və xulqan və məntiqən alə Rasulillah. Biz əştəqna. İmam Hüseyin əleyhissalam buyurur ki, oğlum Əli Əkbər danışığında, baxışında, rəftarında, əxlaqında Bəni Haşim içərisində Peyğəmbər sallavatullaha ən çox oxşayan idi. Məsələn, bəzən olur, görürsən bir nəvə, kim onu görür, deyir, kopya ilə, eynili ilə rəhmətli babasıdır. Yəni, rəftarı, danışığı, deyir, elə bil onun başını kəsib buna qoyublar. Yəqin elimizdə belə bir şeylər qarşılaşmışıq da. İmam Hüseyin əleyhissalam da buyurur ki, Bəni Haşim içərisində Peyğəmbərə, babam Rəsulullaha ən çox danışığında, rəftarında, görkəmində ən çox oxşayan oğlum Əli Əkbərdir. Hətta buyurur ki, İzəştəqna, biz elə ki
darıxırdıq. Bəzən adamın ürəyinə düşür, ata yadıma düşür, ana yadıma düşür. İndi xoş halına ki, sağ ola, yanında ola, bir əlindən öpəsən, bir ayağından öpəsən, bir bağrığa basasan. İndi yanındadır, buradasan, o rayondadır, kənardadır, ya sən kənardasan, bari heç olmasa yadıma düşəndə bir zəng vur. Bu günləri sən zəng vurub onun səsini eşitmə imkanın var. Amma o imkandan istifadə eləməyib, bir gün ata dünyasını dəyişər, könlüyə düşər. Belə ata səsini eşidərsən, heç zəng vurub səsini də eşidə bilməzsən. Ona görə nə qədər sağdılar, gözləmə ata-ana nigaran qalıb desin, oğlum necəsən, qızım necəsən, balam necəsən. Sən bir zəng vur, denir, atam necəsən, anam necəsən. İş bir yerə gəlib çatıb ki, oğlun 50 yaşında olsa, 80 yaşında ata nigaran qalır, soruşur ki, oğlum necəsən, narahatam, neçə gündür səsin sor. Bu övlad narahat olsun da ata üçün. Ona görə bu məsələlərdə diqqətli olaq. İmam Hüseyin əleyhissalamın 4 qardaşı, oğlu Əli Əkbər, qundaq körpə, dilsiz, ağızsız bala Əli Əsqər. Nə danışa bilir, nə özünü müdafiə eləyə bilir. Evində balon biraz xəstə olanda gecəni elə necə yatırsan, heç özün bilmirsən. Amma indi təsəvvür elə, dövrün imamı Behişt zamanlarının ağası körpə balanı aparır qovunun, qoşunun qabağına ki, deyir ki, sizin ədavətiniz mənimlədirsə, bu qundaq balanın, körpənin ki, günahı yox. Mən demirəm, su verin, içsin. Elə bilərsiniz, verdiyi sudan içərəm, güclənib sizə qarşı vuruşaram. Yox, usquhu şərbətən minəlma. Gəlin, aparın, özü su verin. Gör, məzlumiyyətin dərəcəsinə. Bir sözlə, dilsiz bala üçün su istəyəndə, ata qucağında, ta o əhvalatlara keçmirəm, hərmələ, lənətullah əleyh, orada imamın balasın, hətta orada Ömər ibn Səəddən soruşur ki, mən atanı vurum, yoxsa balanı vurum. O oxdan 3 dəfə atılıb Kərbəlada. Biri Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzağıya, at üstdən o ox dəyəndə, o uca boylu, qaməti rəna, ağa üzü üstə atdan yerə. İndi təsəvvür elə, Həzrəti Qəmər-i Munir-i Bəni Haşim Həzrət Əbəlfəzağanı o əzəmətdə, şəhamətdə qeyrət simvolu, şücaət simvolu olan ağanı 34 yaşında at üstdən yıxan o 3 pərli ox, indi 6 aylıq qundaq tər balanın boğazına dəysə, bir səhnəni təsəvvür elə. Məlum dedi ki, mən atanı nişan alım, yoxsa balanı, yəni bir oxdur ki, ikisindən. Dedi, sən balanı nişana al, elə balanı vursun, elə atanı da vurubsan, ondan qabaq vurubsan. Əl-qissə, əl-qərəz sözüm o riza məqamındadır. Təsəvvür elə, qardaşı İmam Həsənin yadigarı, 14 yaşında bir, 10 yaşında bir, Qasım, Abdullah. 2 də bu. Bir sözlə, 17 nəfər bir gündə imamın öz ailəsindən, bacısı balaları, qardaşları, öz övladları. O 72-nin 17-si imamın öz ailəsindən olub. Təsəvvür elə, səhərdən gün ortaya qədər, gün açılandan zöhr azanına qədər bir ailədən 17 nəfər gözün qabağında müxtəlif xəsarətlərlə qətlə yetirilə, şəhid ola. Deyir, bunların hamısının nəticəsində İmam Hüseyin əleyhissalam mübarizədən sonra atından yerə düşür, baxır bir kimsəsi qalmayıb. Yəni, söz deyəcək, imamı müdafiə edəcək, tək tənha qalıb səhrada. Heç kimi də yoxdur. Hətta o balaca uşaqlar belə imamın müdafiəsinə. Deyir, imam o çarəsiz halda qalanda
gördü bir uşaq belində qılınc yerlə sürünür. Yaş orada yazılmayıb. Təsəvvür elə qılıncın boyuna boyda olar ki, belinə vurub uşaq gəlir imamın qarşısında dayanır. Deyir ki, mən də istəyirəm gedən meydana vuruşam. İmam baxır ki, bu uşaqdır. Bunu fikrindən yayındırmaq üçün deyir ki, sən get xeymiyə, ananın yanına, anandan icazə al. Deyir, məni elə anam göndərib bura. Belə bir qeyrətli analar, iffət, ismət sahibləri. Əl-qissə, əl-qərəz. İmam atından düşür yerə, mübarizənin sonunda üzün Allaha tutaraq səslənir, İlahi, rizən və qəzaik. Allah, sənin qəzana, sənin hökmünə, sənin qədərinə, sənin təqdirinə mən razıyam. Təslimən li əmrik. Mənim barəmdə nə əmr etsən, mən ona təsliməm. Adam üsyan eləmir. Niyə bunlar mənim başıma gəldi? Niyə balalarım getdi? Bunları demir. La mə'budə sivaq, ya qiyasəl müstəqilsin. Ey, fəryad edənlərin fəryadına cavab verən, ey, köməksizlərin dadına, imdadına çatan, ey, çarəsizlərin dərdinə dərman edən Allahım, səndən başqa məbud yoxdur. Bizim məbudumuz sənsən. Baxın, bu rıza məqamının rəhmli Allah, belə deyək, imtihan sınaq məqamında imamın Allaha son dərəcə təslimiyyətinin o ən ali zirvəsidir. Ona görə oruc olan şəxs də günün duasında deyir ki, Allahümmə, ey mənim Allahım, mənim bugün etdiklərimi bəyənmiş, əməlimi qəbul olmuş, eyb və nöqsanlarımı örtülmüş, gizlədilmiş qərar ver. Ey, sual verənlərin sualına cavab verən, ey, eşidənlərin, ya əsmə-əs-samin, eşidənlərin ən yaxşı eşidəni. Amin, ya Rəbbəl aləmin. Bugün üzürlü bilin, biraz həmşəkindən bir 10 dəqiqə kimi gec oldu. Bu günlər da son günlərimizdir. Artıq Allah ömrümüzdən son gün qərar verməsin. Amma doğrudan da sübhün uçağında bu mənəvi kəlamlar, Allah və Əhl-i Beyt əleyhimussalamların kəlamı ruhumuzun qidasıdır. Allah bizi dünya və uqubada Quran və Əhl-i Beytdən ayrı salmasın. Peyğəmbər alıb, Peyğəmbərə salavat seçidir. Allahümmə salli ala Muhammed və ali Bismillahirrahmanirrahim. وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا رسول الله، السلام عليك يا نبي الله، السلام عليك يا أمين وحي الله، السلام عليك يا محمد بن عبد الله.
السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكما يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجك وسهل الله تعالى مخرجك وهلك الله تعالى أعدائك بالنبي المطلع وآله وبالفاتحة مع الصلوات. Elminin artması için, ömrünün bereketli olması için salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Selamet için salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Kerbela kardeşime zahmet çekti, salavat çekti, azam okudu, dualar vesaire. Özünün ailesinin babalar ve selametçiliğine xüsusilə də cəmiyyətlə şəri, maddi, mənəvi, ümumiyyətlə sıkıntısı varsa həllinə sələvatsız. Allahümme salli ala